Ey Rabbim, and verirəm səni bu gecənin hörmətinə. Əllərimizi qaldırmışıq sənin dərgahı və naümid məyus qaytarma ya Rabbim. Amin deyən dilləri lal etmə ya Rabbim. Günahlarımızı əff elə ya Rabbim. Millətlər arasında, dövlətlər arasında sülhü bərqərar elə ya Rabbim. Xainlərə, zalimlərə, vətənsizlərə fürsət vermə ya Rabbim. Azərbaycan bayrağımızı dünya bayraqların içində uca elə. Azərbaycanımızı qoru ya Rabbim. Dünyadan muharibəni yeryüzündən götür ya Rabbim. Analarımıza, bacılarımıza, cavanlarımıza, məmləkətimizə ömrü tuğlanı və bərəkət əta elə ya Rabbim. Ya Rabbim, övladı olmayanlara övlad lütf elə. Borcu olanların borcularını əda elə. Şəhidlərimizin ruhlarını bizlərə duaçı elə. Ya Rabbim, qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara acil şəfalar ver ya Rabbim. Ya səri'ar rıda, ya səri'ar rıda. Ey gec küsüb tez barışan Allah'ım, biz bilmədən xəta etdik, günahlar etmişik. Sənə and verirəm İmam Hüseyin əleyhissalamın xatirinə. Bilərəkdən, bilməyərəkdən etdiyimiz xəta və günahları əff et ya Rabbim. Amin. Ya Rabbim, dünya müsəlmanlarını bir-birinə mehriban elə. Amin. Ya Rabbim, zalimlara fürsət vermə ya Rabbim. Amin. Ya Rabbim, qocalarımız, yaşlılarımız var, onları İmam Hüseyin əleyhissalamın Həbibin məzahirdən ayrı salma ya Rabbim. Amin. Sənə and verirəm Cəlalımın xatirinə, son günlərdən qərar vermə ya Rabbim. Amin. Hər kim ya Hüseyin deyərək gəlir, əzadarlıq eləyir. Bacılar, analar, əzizlər, qardaşlar uzaqdan yaxından zəhmət çəkib gəlib. Ya Rabbim, bu evdən sənin evindir, bizləri əli boş aparma ya Rabbim.